Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Əziz qardaşlarım, həmişə olduğu kimi hamınıza, eləcə də özümə Allahdan qorxmağa nəsihət edirəm. Bu mübarək ayda, elə gözəl məclisdə hamımızın adından bu məclisi təşkil edən qardaşımız üçün Peyğəmbərimiz sallallahu aleyhi və sələmin bizə öyrətdiyi dua ilə hamımızın adından dua edib deyirəm. Aftar indakumus saimun və əkələ ta'amukumul əbrar və sallət aleykumul mələikə. Allah bizim xüsusilə bu günümüzü, ümumilə də həmişə olan o yığıncaqlarımızı Allah rizası üçün olan yığıncaqlardan etsin. Bizi riyadan uzaq eləsin. Elhamdülillah, aranızda İslamı çoxdan qəbul etmiş qardaşlarımız var. Bu da o deməkdir ki, Allah subhanahu wa ta'ala illərdir sizi bu yolda sabit saxlayır. Buna görə şükür etmək lazımdır. Nə qədər tanıdığım, mənimlə çiyin-çiyinə namazda durmuş vaxtı ikən, hətta həcc ziyarətində olmuş, ümrə ziyarətində olmuş adamlar var ki, artıq sıralarımızdan uzaqlardadır. Dindən tamamilə uzaqlaşıblar. Səbəb nədir? Onu Allah bilir, qiyamət günü özləri cavab verəcək. Lakin onlara baxanda öz halımıza gecə-gündüz şükür eləməliyik ki, illərdir Allah s.ə.v. bizə nəsib edib bu yolda sabit qalmışıq. Və dua edək ki, bundan sonra da ömrümüzün sonuna qədər bu yolda sabit qalmağı bizə nəsib etsin. Həqiqətən, dərindən düşünəndə başa düşürsən Allahın bizə olan o lütfünü. Zarafat deyil, hər gün vaxtında 5 namazı qılmaq özü də illər boyu. Bunda sabit qalmaq çox çətindir. Çox çətin olduğu üçün Peyğəmbərlərin atası özü üçün və ailəsi üçün dua edib deyir, Rabbi cəlni muqimis salə və min zürriyyəti. Ey Rəbbim, məni və mənim nəslimi namazda sabit et, ömrümüzün sonuna qədər namaz qılaq. Gör, kim qorxur ki, birdən-birə Allah istəsə qəlbini dəyişə bilər. Həmçinin Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm ən çox etdiyi dua hansı idi? Ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Allahım, qəlbimi dinin üzərində sabit et. Və həyat yoldaşı ona sual verəndə, soruşanda ki, ya Rasulullah, sən niyə belə dua edirsən? Axı Allah Teala sənin bütün günahlarını bağışlayıb, sənə cənnəti vəd edib, sən məsumsan, günahsızsan. Deyir ki, cavabında, ey Ayşə, insanların qəlbləri Ər-Rəhmanın 2 barmağı arasındadır. İstədiyi vaxt onu çevirə bilər. Bax, Peyğəmbərlər başda olmaqla əmələ salih insanlar hamısı Allaha həm ümidlə, həm qorxu ilə ibadət edirdilər. Ümid edirdilər ki, Allah onları bağışlayacaq. Gecə-gündüz Allaha yalvarırlar ki, Allah onları bağışlasın. Qorxurdular ki, birdən bağışlamaz. Və həqiqi, doğru düzgün əqidə budur. Ümid və qorxu ilə Allaha yalvarmaq. Kənu yəd'unənə rəğbən və rəhbən və kənu lənə xaşin. Bu, həmin o sələfin yoludur. Sələf, yəni bütün Peyğəmbərlər. Bizdən əvvəlki əməli salih möminlər. Peyğəmbər sallallahu aleyhi ve sellem gör nə deyir? Hər an o qəlbi çevirə bilər Allah Teala. Möminin qəlbini çevirə bilər, ha, qardaşlar. Bu çox qorxuludur. Möminin qəlbini. Allah Teala Quranda deyir ki, وَنُقَلِّبُ أَفْئِدَتَهُمْ
və əbsarahum kəmə ləm yu'minu bihi əvvələ mərrə. Biz onların qəlblərini və gözlərini elə tərsinə çevirərik ki, elə bil heç iman gətirməyiblər. Fikir ver, mömindir. Amma Allah'a qəzəbə gətirir. Allah Teala onun qəlbinə mühür vurur. Məsələn, cümə namazlarına getmir. 3 dəfə cümə namazını tərk elədik, qəlbə möhür vurulur. Və s. Nə qədər əməllər var ki, bunu eləmədikdə Allah qəzəbə gəlir və həmin adamın qəlbinə möhür vurur. O möhürü daha heç kəs sonra qaldıra bilməz. Və biz elə dövrdə yaşayırıq ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, qiyamətə yaxın elə böyük fitnələr olacaq ki, adam səhər mömindir, axşam kafir olacaq. Axşam mömindir, səhər kafir olacaq. Elə bir fitnə dövründə yaşayırıq. Hər tərəf fitnədir. Bu dövrdə dində sabit qalmaq, yanar közü əldə tutmaq kimi çox ağırdır. Amma sizə bir müjdə verəcəm. Bugünkü hədisimiz, mövzumuz bunun üzərindədir. Möhtəşəm hədisdir. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrinə deyir ki, siz indi elə dövrdə yaşayırsınız ki, bugünkü gün kim bildiklərindən onuna əməl eləməsə, yolunu azmış olacaq, cəhənnəmə gedəcək. Ona görə sahabələrin həyatına baxsan görəcəksən ki, ən xırda sünnəni yerinə yetirirdilər. Bircə dənə belə sünnəni buraxmırdılar. Məkruh tərk edirdilər. Haram yox ha, məkruh. Hamısını tərk edirdilər. Sahabələr Allahdan o cür qorxurdular. Sonra Rasulullah sallallahu aleyhi ve sellem davam edir. Lakin elə bir dövr gələcək ki, elə bir fitnə dövrü. İnsanlar hamısı o dövrdə zəifləyəcək. Həmin dövrdə bildiklərindən onuna əməl edən adam cənnətə gedəcək. Adam çox şey bilir, çox şey oxuyub ki, o vacibdir, bu vacibdir, o sünnədir, bu nafilədir, bu haramdır. On bildiyini əməl eləsə, namazını qılsa, orucunu tutsa, zəkatını versə, əsas o əməlləri, İslamın dayaqlarını yerinə yetirsə, cənnətə gedəcək. Çünki elə bir dövrdür ki, hər xırda sünnəni yerinə yetirmək çox ağırdır. Peyğəmbər sallallahu aleyhi ve sellem ona görə bunu deyir ki, sonraki nəsildə ümid kəsilməsin Allahın rəhmətindən. Bilsinlər ki, əgər iman varsa, əməl varsa, azacıq da əməl varsa, Allahın mərhəmətinə qovuşmaq ümidi var. Biz sahabələr kimi ola bilmərik ki, istəsək də ola bilmərik. Sahabələr kimi yaşaya bilmərik. Adi bir misal çəkirəm. Sahabə evində uzun müddətli ərzaq saxlamırdı, ehtiyat üçün. Necə ki, quşun yuvasında uzun müddətli ərzaq olmur, quş kimi. Belə kim yaşaya bilər? Ona görə Həsanul Basri rahiməhullah deyir ki, siz onları görsəydiniz, həyatına baxsaydı, deyərdiniz ki, bunlar dəlidirlər. Yəni, əlinə nə qədər mal dövlət gəlir, dərhal hamısını kasıb-küsuba paylayır. Bunu kim eləyə bilər? Mən dəfələrlə sizə misal çəkmişəm. Əbu Bakr As-Siddiq radiyallahu anh. Peyğəmbər sallallahu aleyhi ve sellem sədəqə toplayanda evində nə var hamısını gətirib verir. Və deyir ki, evimdə heç nə qalmadı. Bugünkü gün milyard yarım müsəlmandan hansı biri çıxıb deyə bilər ki, filan vaxtı, filan yerdə kasıbların sədəqəyə ehtiyacı var idi. Evimdə nə var idi hamısını verdim. Mümkün deyil. Yəni ona ürək lazımdır. Ona görə də deyirəm ki, onlar kimi biz ola bilmərik. Amma heç olmasa onlara oxşayaq. Onların yolunu gediriksə. Deməli, Malik ibn Ənəs rahiməhullah deyir ki, bu ümmətin əvvəlinciləri nəyin sayəsində islah olubsa, axırıncıları da onun sayəsində islah ola bilər. Bu ümmətin əvvəlciləri sahabələrdir. Sahabələr İslam'a gəlməmişdən əvvəl bəziləri şirkin içində olub, bəziləri quldurluq, adam öldürmək və s. Eybi yox. O keçmişidir onun. Sizin də həmsinin burada oturanların bir qisminin elə cahilliyi olub ki, olsun, o keçmişdir. Tövbə edib gəlirsən haqq yola, əsas sonluğun yaxşı olsun.
alimlərin gözəl bir sözü var. Deyir ki, Əl-ibratu bi kəmalin nihayə, lə bi nəqsil bidayə. İbrət naqis başlanğıcda yox, kamil sonluqdadır. Və biz baxırıq, sahabələr nəyin sayəsində düzəlib, islah olub, yaxşı insanlara çevriliblər? Nəyin sayəsində? Quran və Peyğəmbər sallallahu aleyhi ve sellemin nəsiyyətləri, yəni hədislər. Quran, hədis. Bunun sayəsində onlar hamısı əməli salih insanlara çevriliblər. Yaxşı, onlar Quranı oxuyurdular, hədisləri də oxuyurdular. Oxuduqlarına necə əməl edirdilər? Abdullah ibn Məsud radiyallahu anh deyir ki, biz deyir Qurandan 10 dənə ayə öyrənirdik, gedirdik ona əməl edirdik. Sonra gəlib o biri 10 dənə ayəni öyrənirdik. Eyni ilə də hədisləri. Bir neçə hədisi öyrənirdilər, gedib ona əməl edirdilər. Sonra gəlib yenə Peyğəmbər sallallahu aleyhi ve sellemdən elm alırdılar. Yəni, onlar bildiyinə əməl edirdilər deyə Allah Teala onları ucaltdı. Bildiyinə əməl etdiklərinə görə. İndi müsəlmanların halına baxırsan, Peyğəmbər sallallahu aleyhi ve sellem hələ o dövrdə deyib, bu nəsiyyəti, hələ o dövrdə deyib, indikilərə aiddir. O dövrdə sahabələrinə deyir ki, söz qıflarından olmayın. Qıf bilirsiniz də nədir? Qıf qoyursan bir qabın ağzına, suyu süzürsən, su buradan daxil olur, o tərəfdən qaba süzülür. Söz də gələndə insana, əgər o onu sözü qavrayıb qəlbinə yeritsə, ona faydası olacaq, sonra ona əməl eləyəcək, savab qazanacaq. Amma o sözü buradan alıb buradan buraxsa qıf kimi. Onun heç bir faydası olmayacaq ona. Qiyamət günü əksinə ona dərd olacaq. Ona deyəcəklər ki, sən bunu bilirdin və niyə əməl eləmirdin? Ona görə cavab verəcək qiyamət günü. İndi bildiyinə əməl edənlərdən bir dənə gözəl misal çəkəcəm sizə. Diqqət edin. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmin həyat yoldaşı Ummu Həbibə radiyallahu anh'a deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdim ki, kim gün ərzində 12 rükət sünnə namazını qılsa, Allah subhanət hələ ona cənnətdə ev bəxş edər. Gündəlik olaraq 12 rükət sünnə namazı. Hansılardır? 2 rükət sübh namazından əvvəl, 4 zöhrdən əvvəl, 2 zöhrdən sonra, 2 məğribdən sonra, 2 işadan sonra. Bu 12 rükət sünnəni kim gün ərzində qılsa, hər gün, gündəlik olaraq, Allah ona cənnətdə bir ev bəxş edər. Bu çox möhtəşəm hədisdir. Ancaq ravilərin bu hədisə yanaşması olduqca möhtəşəmdir. Diqqət edin, Ummu Həbibə radiyallahu anh'a deyir ki, mən bu hədisi Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdiyim gündən indiyədək, fikir verin, bu deyən vaxtda artıq Peyğəmbər sallallahu aleyhi və səlləm həyatda deyil, həyatdan köçüb. O vaxtdan indiyədək bu 12 rükət sünnəni tərk eləməmişəm. Ummu Həbibə sahabədir, həm də Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsi. O sahabədən bu hədisi eşidən tabiin Anbəsə öz tələbələrinə, öz zamanında bu hədisi danışanda deyir ki, mən Ummu Həbibədən radiyallahu anhadan bunu eşidən gündən indiyə qədər 12 rükət sünnəni tərk eləməmişəm. Anbəsədən bu hədisi eşidən tabiin var. Amr ibn Avs deyir ki, mən bu hədisi Anbəsədən eşitdiyim gündən indiyə qədər bu 12 rükət sünnəni tərk eləməmişəm. Numan ibn Səlim deyir, mən bu hədisi Amr ibn Avsdan eşitdiyim gündən indiyə qədər bu 12 rükəti tərk eləməmişəm. Və nəhayət bu hədisi rəvayət edən İmam Muslim rahiməhullah. Numandan eşitdiyim gündən indiyə qədər bu 12 rükəti deyir, tərk eləməmişəm. Bunlar gör necə subhanallah əməl edirdilər. Eşitdiyinə, bildiyinə. İkinci misal, Əli ibn Əbi Talib radiyallahu anh deyir ki, biz ev işlərini özümüz görürdük. Təsəvvür elə, Əli ibn Əbi Talib radiyallahu anh ev işlərini deyir, özümüz görürük evdə. Həyat yoldaşımla Fatimə ilə bir yerdə, radiyallahu anh bir yerdə ev işlərini özümüz görürük. Fatimə radiyallahu anh
buğdanı əl dəyirmanı ilə üyüdürdü. O qədər onu eləmişdi ki, əlləri qabar bağlamışdı. Çox yorulurdu. Və günlərin bir günü Fatimə radiyallahu anh gəlir atasının yanına ki, bir xidmətçi olaraq kimsə köməklik eləsin ona. Atasını evdə tapmır. Ayşə radiyallahu anh'a deyir ki, atam gələndə deyərsən ki, mənim onunla vacib bir işim var. Qayıdır, gedir evə. Əli radiyallahu anh deyir ki, ikimiz də evdə idik. Bərabər bir yerdə oturmuşduq. Peyğəmbər sallallahu aleyhi ve sellem içəri daxil oldu. Salamladı bizi. Sonra qızının dərdini soruşdu ki, gəlməyinin səbəbi nədir? O da dedi ki, bəs belə ev işlərində yoruluram, xidmətçiyə ehtiyacım var. Peyğəmbər sallallahu aleyhi ve sellem gülə-gülə mənə dedi, bizə dedi ki, istəyirsiniz sizə elə bir şey öyrədim. Onu etdikdə Allah sizə güc qüvvət verəcək və heç bir köməkçiyə ehtiyacınız olmayacaq. Bütün işlərinizi özünüz görəcəksiniz. Yatmamışdan əvvəl 33 dəfə Subhanallah, 33 dəfə Elhamdülillah, 34 dəfə Allah Akbar deyin. Adam bəzən yorğun olanda, məsələn, uzun-uzadı səfərdə gəlmirsən, yorğun, gəlirsən, başı qoyursan, yatırsan, zikirləri eləmirsən ki, sünnədir, eləməsəm də olur. Olur da belə hal çoxlarında olur. Amma bu sahabələr o qədər çox istəyirdilər bildiklərinə əməl eləməyi. Əli ibn Əbi Talib radiyallahu anh bu rəvayəti danışanda tabiinlərə, tabiinlər deyir ki, heç vaxt sən bu zikri tərk eləməmişsən. Deyir, heç vaxt tərk eləməmişəm. Hətta Səffin döyüşündə belə onu tərk eləməmişəm. Bunu niyə misal çəkir o? Səffini niyə misal çəkir? Cihadda o qədər ağır gün olur, o qədər insan yorulur ki, sonra zikirləri kənara qoya bilər ki, zikirdir də, vacib deyil ki, eləməsəm də olar. Yox, bunlarda belə deyildi. Bunlar hər saniyəsini Allah üçün nəsə eləyib savab qazanmağa çalışırdılar. Və fikir ver, döyüşdür. Axşam bu duanı eləyir, səhər təzdən döyüşdə gümrah olur. Səbəbi budur. Ona görə, əziz qardaşlar, bildiyinizə əməl edin. Əhməd ibn Həmbəl, rahiməhullahı misal çəkmək olar. Yüz minlərlə hədis əzbər bilir. Bilirsiniz də, ən böyük hədis kitabı İmam Əhmədin kitabıdır, Musnəd. Rahiməhullahın kitabıdır. Ondan soruşurlar, bu qədər hədisi necə yadda saxlamısan? Cavaba baxın, möhtəşəm cavab verir. O hədislərin hər birini əməl etməklə. Hədisə əməl etməklə onları yadda saxlayır. Həqiqətən də siz bir fikir verin, hansı sünnələri yerinə yetirirsiniz? Bilirsiniz ki, buna aid hədis var. Artıq o hədislər yadınızda qalır. Amma hansına ki, əməl eləmirsiniz, o yaddan çıxır. Həmçinin Amr ibn Avs deyir ki, bir hədisi oxuyanda bircə dəfəsi olmasa onu əməl elə, qiyamət günü üzün olsun deyəsən ki, bildiyimə nə vaxtsa əməl eləmişəm. Halbuki davamlı yerinə yetirməliyik bildiklərimizi. Amma heç olmasa bir dəfə elə ki, qiyamət günü Allahın huzurunda üzün gəlsin deyəsən ki, mən bildiyimə bir dəfəsi olmasa əməl eləmişəm. Həmçinin Loğman aleyhissalam oğluna nəsihət eləyəndə deyir, oğlun, bildiyinə əməl etməyincə bilmədiklərini öyrənmə. Yoxsa sonra sənə dərd olacaq. Malik ibn Dinar rahiməhullah deyir ki, bildiyinə əməl etməyib, yenə bilmədiklərini öyrənən kəs, odun yığıb, şələ bağlayıb, qaldıra bilməyən, sonra üstünə yenə odun yığan kimsəyə bənzəyir. Odunu elə yığ ki, qaldıra biləsən də, daşıya biləsən. Yoxsa sonra qiyamət günü nə cavab verəcəksən? Süfyan-ı Sovri rahiməhullah, anası uşaq vaxtı hələ təzə-təzə elm öyrənməyə başlayanda ona nəsiyyət edir. Və o nəsiyyət onun o böyük alim olmağına səbəb olur. Nəsiyyət edir, deyir, oğlum, öyrəndiklərinə əməl edəcəyinə niyyət etməyincə o elmi öyrənmə. Yoxsa bu sənə qiyamət günü dərd olacaq.
Və neysə kitab açırsan oxumağa, əvvəlcə niyyət elə ki, bax bunu oxuyacam və əməl eləyəcəm. Boşuna elə oxuyub üstündən keçməyəcəm. Onda Allah subhanahu teala sənə bərəkət verəcək. Öyrəndiklərinə əməl etməyə sənə müvəffəqiyyət verəcək. Amma o əməlləri yerinə yetirməyin asanlaşdıran yollar da var da. Neynəsək Allah subhanahu teala bizə rəhm edər, ömrümüzün sonuna qədər yaxşı işlər görməyə bizi müvəffəq edər. Neynəsək? Bəzilərini toplamışam. Buna diqqətlə qulaq asın. Çünki bu hamımıza lazımdır. Birincisi və ən mühüm olanı ixlasdır. Yəni, bugünkü gün, əgər sən məscidə gedəndə yalnız Allahın rizasını qazanmaqdan başqa heç nə fikirləşməsən, Allah subhanahu teala sənə həmişə məscidə gedəndə savab qazanmağı nəsib edəcək. Yox, əgər fikirləşsən ki, mən gedim məsciddə öz marağıma uyğun insanlar tapım, onlarla dostlaşım, gələcəyinə onlardan istifadə edim və s. Bu artıq o ixlası bərbad günə qoyacaq. Riya gələcək. Əsas ixlasdır. İxlas olanda əməldə Allah subhanahu teala o əmələ bərəkət verir. Niyə? Çünki əməl Allah rizası üçündür. Nə qədər misallar çəkmək olar ha, ixlasdan. Nə qədər misallar. Ancaq mənim özümə ən çox ləzzət eləyən misallardan biridir bu. İmam Zəhəbi, rahiməhullah, Siyar Ələmün Nübələ yazır ki, kaş biləydim, İmam Nəvavi nə cür ixlasla Allaha dua edib ki, Allah subhanahu teala onun balaca bir kitabına, 40 hədis kitabına elə bərəkət verib ki, hər bir müsəlmanın evində var o kitab. Fikir versin, ixlasa bax. Bir misal da çəkmək olar məsələn, son əsrdə yazılan müsəlman qalası. Qahtani'nin bilirsiniz nə qədər kitabları var? Qalın fiqh kitabları var, sirə var, həclə bağlı var, fiqhlə var, zəkatla var. Ancaq balaca bir kitab Allah Taala necə bərəkət veribsə, hər bir kəsin özdə bütün dillərdə, cibində, maşınında və s. istifadə edir. İxlas, əziz qardaşlar, əsas ixlasdır. İkincisi, ömrünü, vaxtını səmərəli keçirmək. Yəni, sən açırsan Quranı, 2 dənə ayrı-ayrı surələrdədir. Səhv eləmirəmsə, Ən-Nisa, bir də Ənam surəsindədir bu ayələr. Allah Taala ikisində də xəbərdarlıq edir. Gördün ki, sən oturduğun yerdə Allahın dini ilə istehza edilir. Yaxud, məsələn, boş-boş qeybət və s. Yəni, sənin ömründən gedir boşuna. Heç bir fayda da qazanmırsan. O yeri dərhal tərk elə. Niyə? Çünki ömür bir dəfə verilir insana. O gedir də geri qayıtmır. Ən qiymətli şey insan üçün insanın həyatındakı o dəqiqələridir, saniyələridir. Onu geri qaytarmaq mümkün deyil. Pulla da almaq mümkün deyil. Ona görə onun qədrini bilmək lazımdır. Peyğəmbər sallallahu aleyhi ve sellem də ərəbcə görə nədir? İğtənim xamsə qablə xamsin. İğtənim qənimət olaraq, fikir ver, qənimət olaraq götür. Yəni, istifadə elə, əldə elə o qəniməti. Nədir o qənimət? 5 dənə qənimət, 5 şey. 5 şey gələndə 5. Qocalana dək cavanlığından, ölənə dək həyatından, kasıblayana dək var dövlətindən, məşğul olana dək boş vaxtından və bir də xəstələnənə dək sağlamlığından. Bu 5 şeydən maksimum biz istifadə etməliyik ki, qiyamət günü sonra peşman olmayaq. Başqa bir hədisdə də Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, insan qiyamət günü, günün altında, Allahın huzurunda bir yerdə dayanacaq dümdüz. Tərpənə bilməyəcək, ixtiyarı yoxdur onu tərpənməyə. Nə vaxta qədər? 1 il, 5 il, bəziləri 50.000 il. Bu nə deməkdir, subhanallah? Neynəyəcək o 50.000 il, orada dayanıb neynəyəcək? Ondan soruşacaqlar. Ömrünü nəyə sərf eləmisən? Bildiklərinə necə əməl eləmisən? Və əsas burasıdır. Öyrəndiklərinə necə əməl eləmisən? Hardan mal dövlət qazanmısan? Hansı yolla? Və onu hara xərcləmisən? Bunu fikirləşəndə
Məsələn üçün, belə deyədim, müqayisə olunmaz da, amma elə-belə müqayisə eləyək də, məhkəməyə çağırırlar adamı. Yarım saat, bir saat dayanır hakimin qabağında, onu niyə eləmirsən, bunu niyə belə eləmirsən, onu niyə belə... Ürək göbəyini yiyir ki, indi mənə neçə il iş verəcəklər, elə deyil. İllərlə mühakimə olunasan, bu doğrudan da böyük bir əzabdır. Ancaq elələri də olacaq ki, sorğu-sualsız cənnətə gedəcək. Kimlər də olar? Bildiklərinə əməl edənlər. Başda peyğəmbərlər və sahabələr. Üçüncü, öyrəndiyinə əməl etməyin faydasını bilməlisən. Yəni, məsələn üçün də, zikr öyrənərsən. Allahümmə əntə Rabbi ilə ilə illə ənt xaləqtəni və ənə abduq və ənə alə əhdiqə və vədqə məstətət əuz bin şərə məsənat əbu lək bi ni'mətikə aleyh əbu bi zənbi fəğfirli fə innəhu lə yəğfiru zunubə illə ənt. İndi sual verəcəm ki, hansı biriniz əzbər bilirsiniz bunu? Eybi yox, əzbər bilmirsiniz, üzürlü sayıla bilərsiniz. Ərəbcədə əzbərləmək yadda qalmır. Üzündən, müsəlman qalasından hamınız ayətdir. Səhər, axşam, hər gün bu zikir edirsinizmi? Özünüzə sual verin. Eləmirsinizsə bilirsiniz nə boyda böyük şey itirirsiniz? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim bu zikri səhər desə, axşama kimi vəfat etsə cənnətə girər. Axşam desə, səhərə kimi vəfat etsə cənnətə girər. Cənnətə girmək istəmirsiniz, qardaşlar. Sadə bir şey öyrədib. Gördünüz, mən bunu dedim, neçə saniyə keçdiniz, dəqiqə də keçmədi. Saniyələr ərzində cənnətə girmək istəmirsiniz. Bu bildiyini, faydasını bilib əməl eləmək lazımdır. Əli bin Əbi Talib radiyallahu anh deyir ki, elm əmələ bağlıdır. O, öyrəndiyinə əməl etdikcə, sənin elmin daha da cilalanır. Daha da elmlənirsən. Və elmi öyrəndikcə Allah-u Teala hətta sənə bilmədiklərini öyrədir. Alimlərdən biri də deyir ki, kim bildiyinə əməl etsə, Allah ona bilmədiklərini öyrədəcək. Onun faydası budur. Dördüncü, Allahdan qorxmaqdır. Təqvalı olmaq. Allah Subhanahu Quranda ayədə deyir ki, "Əttəqullah və yuallimukumullah." Allahdan qorxsaz, Allah sizə öyrədəcək sizin bilmədiklərinizi. Bax, fikir verin. Niyə alimləri təqva əhli adlandırır Allah təala? İnnəmə yaxşəllahi min ibadəhul uləmə. Allahdan alimlər qorxur. Çünki elm artdıqca təqva artır. Təqva olduqca da həmin o elm cilalanır, daha da güclənir. Amma bildiklər və əməl eləməyəndə təqva azalır. Məsələn, bilirsən ki, naməhrəm qadına baxmaq olmaz. Bilirsən də bunu, bu haramdır. Amma baxırsan. Yolda baxırsan, telefonda baxırsan, orada baxırsan, burada baxırsan. Bu təqvanı azaldır. Bilirsən ki, içki ilə bağlı 10 dənə lənət gəlib. İçənə, süzənə, düzəldənə, satana, alana və s. Bilərəkdən gedib bu içki məclisində oturursan, bu lənət gəlir, təqva da əldən gedir, iman da əldən gedə bilər. Və nə qədər belə misallar çəkmək olar ki, təqva olmadıqda iman əldən gedir. Allah Teala Quranda görün nə deyir? Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Fikir ver. Allah'a qınamaq lazım deyil. Demək lazım deyil ki, Allah belə istədi. O cəbərlər kimi, cəbəri firqəsi kimi. Yox, sən elədin, Allah sənə cəzalandırdı. Sənin elədiyin o əməlin müqabilində, o günahın müqabilində sənə cəzalandırdı. Buna dair gözəl bir misal var. Deməli, İmam Malik İbn Ənəs rahiməhullah hafizəsi çox güclü olan alimdir. 22 yaşında artıq Quranı da, hədisləri də, fikri də elə əzbər bilir və elə başa düşür ki, 400 alim icazə verir ona fətva verməyə. O yaşda. O yaşda Mədinə məscidinin imamı təyin edirlər onu.
İmam Darul Hicr ləqəbini verirlər ona. Gücə bax, elmdəki gücünə bax bunun. Bütün bununla yanaşı özündən daha güclü hafizəsi olan alim yanında aşağı dərəcəyə də hesab edir və gəlir o alimin yanına. Vaki ibn el-Cərrah rahiməhullah. Fiqatun fiqadır. Etibarlıların etibarlısı mühəddislər arasında. Çox güclü hafizəsi olub. Gəlir onun yanına, deyir, mənə nə nəsiyyət edirsən? Hafizəm zəifləyib. Gör, kim deyir bunu, subhanallah. Mənə nə nəsiyyət edirsən? O da ona nəsiyyət edir. İmam Malik, rahiməhullah, Vaki ibn el-Cərrahın ona etdiyi nəsiyyəti öz tələbəsi İmam Şafiyə danışır. Şafi, rahiməhullah da bilirsiniz də, şeir yazmağı sevirdi. Divan və s. əsərləri olub. Onun o nəsiyyətini Vaki ibn el-Cərrahın nəzmə alır. 4 misradan ibarət. Şeir parçası. Şikayət etdim Vakiyə hifzin zəifliyindən, tövsiyəsi bu oldu, əl çək asiliyindən. Sonra bəyan elədi, elm deyərlər nura, bil ki, Allahın nuru verilməz asi qula. Günah etdikcə insanın hafizəsi zəifləyir, elmi zəifləyir, təqvası zəifləyir. Günahlardan uzaq olmaq lazımdır. Və biz hər gün günah edirik. Deməli, hər gün Allahdan bağışlanma diləməyə, yəni səhərdən axşama kimi bağışlanma diləməyə ehtiyacımız var. Ən azı gün ərzində diliniz tərpənsin, əstəğfirullah və atubu ileyh, əstəğfirullah və atubu ileyh. Allahdan bağışlanma diləyib, ona tövbə eləmək. 5-ci əməl, bu da mən deyərdim ki, bugünkü gün unudulmuş, tərk olunmuş sünnələrdəndir. Bu da nədir? Quran oxumaq. Elə bir Quran oxumaq ancaq Ramazana aiddir. Ramazanda hamı həvəsə gəlir, açır Quranı, başlayır Quran oxumağa. Və sən il boyu bu kitabla məşğul olmalısan. Oxumaq yox, tədəbbür bilirsiniz nədir? Oxuya-oxuya fikirləşmək ki, Allah Teala mənə nə demək istəyir? Və bu kitabı niyə nazil edib Allah Teala? Nazil edib ki, rəfdə qalsın, toz bassın üstünü. Və yaxud nazil edib ki, götürüb elə üzündən biraz oxuyasan, sonra təzdən qoyasan, əməl eləməyəsən. Nazil edib ki, düşünəsən ki, nə deyilir orada və ona əməl edəsən. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Quran oxuyan və ona əməl edən kəs turunca bənzəyir. Turunc böyük portağaldır. Onun dadı da şirindir, iyi də gözəldir. O mömin insan ki, həm oxuyur, həm də əməl edir. Onun özü də şirindir, yəni imanla doludur və iyi də gözəldir. Ondan Quran oxuyanda gözəl insanlara fayda dəyir. Sonra davam edir Peyğəmbər sallallahu aleyhi ve sellem, deyir ki, ona əməl edən mömin xurmaya bənzəyir. Oxumur, amma əməl edir. Bilir ki, Quranda bu deyilir. Məsələn üçün, namaz qılın, oruç tutun. Namazını qılır, orucunu tutur, Quran oxumur. Bu xurmaya bənzəyir. Şirinliyi var, çünki əməl edir axı. Amma iyi yoxdur, çünki oxumur Quranı. Sonra gəlir pis tərəfi. Pis tərəf nədir? Quranı oxumur və ona əməl edir. Ancaq münafiq kimi. Bunu Peyğəmbər sallallahu aleyhi ve sellem reyhan bitkisinə bənzədir. Üzr istəyirəm, Quranı oxuyur, əməl eləmir. Bunu reyhan bitkisinə bənzədir. Reyhan bitkisinin iyi gözəldir axı, Quran oxuyur bu adam, münafiqdir. Gözəl iyi çıxır onu, amma əməl eləmir deyə Allah subhanət hələ onu elədiyini qəbul eləmir. Reyhan kimi acı olur, yəni münafiq. Sonuncusu nə Quran oxuyur, nə də ona əməl eləyir. Bu da o səhrada bitən acı kuduya bənzəyir. Nə iyisi var, nə də dadı. Həsən-ül Basri rahiməhullah deyir ki,
Quran əhli var. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə o Quran əhlini tərifləyir. Quran əhli qiyamət günü Allahın huzurunda ən yüksək mərtəbədə duracaq. Allah onların başına kəramət tacı qoyacaq, əyninə kəramət əbası geyindirəcək. Onların dərəcəsini hamıdan yüksəyə qaldıracaq. Sonra davam edir, deyir ki, Quran əhlindən olmaq üçün Quranı oxuyub ona əməl etmək lazımdır. Onda Quran əhlindən sayılacaqsan. Və dalıcan da bu ayəni oxuyur. Allah Subhanahu deyir, bu mübarək kitabı sənə nazil etdik ki, onun ayələrini oxuyub düşünsünlər və ona əməl etsinlər. Yəni, bu Quranı Allah Taala bu məqsədlə nazil edib. Əgər onu oxuyub əməl eləməyəcəklərsə, o insanlarda heç bir fayda olmayacaq. Altıncısı, Peyğəmbər sallallahu aleyhi və səlləmin bizə öyrətdiyi gündəlik zikirlərdir. Bəli, biz bilirik ki, nə vaxt hansı zikirlər eləmək lazımdır. Yuxudan oyananda, dəstəmazdan sonra, ayaq yoluna girəndə, çıxanda. Amma bir özünüzə vicdanla sual verin. Bəzi hallarda o zikirləri eləmək yaddan çıxır. Hətta bəzilərində yeməyə başlayanda Bismillah demək yadından çıxır. Bu təbiidir. Yəni, şeytan qoymur ki, səni zikr eləyəsən. Səni yoldan çıxardır. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmin tövsiyəsini əməl eləsək, hər namazın sonunda, salamdan əvvəl Allahümmə innə alə zikrikə və şükrikə və husn ibadətikə deyə dua etsək, hər gün o zikirləri eləməyə Allah Taala bizə müvəffəq eləyəcək. Allahım, səni zikr etməyə, sənə şükr etməyə və səni gözəl tərzdə ibadət etməyə bizə müvəffəqiyyət ver. Bunu eləsək, Allah Subhanahu taala bizə o müvəffəqiyyəti verəcək. Mən bir gün bu hədisləri, mövzunu hazırlayarkən ağlıma bir ideya gəldi ki, müsəlman qardaş bacılarım üçün elə bir kitab hazırlayayım ki, asan, elə əllərinə götürsünlər, gün ərzində nə lazımdırsa, onlar onun içində olsun. Təkcə zikirlər yox. Peyğəmbər sallallahu aleyhi ve sellem ümumiyyətlə nə edib? Necə yemək yiyib, necə oturub, necə ayaq yoluna girib, necə çıxıb və s. Hamısı o kitabda olsun. O kitabı hazırladıq, əlhəmdülillah. Hal-hazırda 3 dildə var. Davam eləyəcəyik başqa dillərə də. Rus, Azərbaycan, Türk dillərində artıq hazırdır. Müsəlmanın bir günü. Adını belə qoymuşuq, amma əslində müqəddimədə qeyd eləmişəm ki, Peyğəmbər sallallahu aleyhi ve sələmin bir günüdür. Yəni, yuxudan oyanandan ta yenidən yatağına girənə qədər nələr eləyib Peyğəmbər sallallahu aleyhi ve səlləm hamısı o kitabda qeyd olunub. Asanlaşdırmaq üçün. Yedincisi, Allaha dua etməkdir. Baxın, gör kim, nə böyük şəxsiyyət, nə deyir? Ömər ibn Xattab radiyallahu anh deyir ki, mənim üçün duanın necə qəbul olunması əhəmiyyət kəsb eləmir. Yəni, Allah Taala mənə istədiyimi bu dünyada verəcək, yoxsa axirətdə verəcək, yoxsa başıma gələn bir müsibəti o dua sayəsində məndən uzaq eləyəcək, o mənim üçün əhəmiyyət kəsb eləmir. Əsas narahat olduğum odur ki, mən dua eləməyə müvəffəq olacam, yoxsa yox. Gör, bunu kim deyir, subhanallah. Kim qorxur ki, birdən dua eləməyə müvəffəq olmaz. Elə bilirsiniz ki, dua eləmək hər adama nəsib olur. Bugün, indi birazdan işə namazını qılacaq inşallah. 5-ci namazdır. Əvvəlki 4 dənə namazlarda, sübh, zöhr, əsr, indi məğrib qıldıq. Bu namazlarda dua eləmək müvəffəq olmuşsunuzmu? Qardaşlar, sual verin özünüzə. Ramazandır, Ramazan gecələrində dua eləməyə müvəffəq olmuşsunuzmu? Xüsusilə də hamı elə bilir ki, Allah razı olsun, hamı elə bilir ki, bütün gecəni ibadət, Quran oxumaq, dua eləmək bu yaxşı şeydir. Bəli, yaxşıdır. Amma gecənin elə bir vaxtı var ki, ən gözəl vaxtı adlandırır Peyğəmbər s.ə.v onu. Gecənin 1/3-nin içində olan 1/6-da. Səhura yarım saat qalmış. Bilirdiniz bunu? Səhura yarım saat qalmış vaxtda, səhura qədər ki, dua edirsən, Allahdan bağışlama deyirsən. Ən gözəl vaxtı bu. Həmin vaxtı itirməyin. Təkcə Ramazana aid deyil. İl boyu
Səhura yarım saat qalmış, yəni sübh namazının girməyinə yarım saat qalmış. Dua edin. Allah Subhanahu Quranda deyir: "Və bil əsharihum yestəğfirun." Onlar həmin vaxt, o səhur vaxtı Allahdan bağışlanma diləyirlər. Bax, Allah Subhanahu Teala Peyğəmbər sallallahu aleyhi və səlləmə nə qədər dualar öyrədib. Rasulullah sallallahu aleyhi və səlləm o duaları düzdür, özü edir. Amma Allahın göstərişi ilə, Allahın ona yönəltdiyi o vəhy ilə. Duanın bir mənasına baxın. Allahümmə inni əsəlükə elmən nafiyə və rizqan tayyibə və əmələn mütəqabbələ. Bir dənə dua demə, balaca bir dua. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin bütün duaları faydalıdır. Bir dənə balaca dua dedim. Hər şeyi əhatə edir. Allahım mənə faydalı elm, pak ruzu və qəbul olunan əməl. Başqa bizə nə lazımdır? Elmimiz olsun, ruzumuz olsun, əməllərimiz də qəbul olsun. Məsələn, həm dünyanı qazanacağıq, həm ahirəti. Peyğəmbər sallallahu aleyhi və səlləmin dualarının hamısı faydalıdır. İndi, əziz qardaşlar, bu sadaladıqlarım ki var, bunlar hamısı nədir? Bu artıq biz öyrəndik nəsə. İxlaslı olmaqdır, Quran oxumaq, zikr eləmək, dua eləmək və s. İndi bunlara əməl eləmək var. Təkcə Ramazanda yox, Ramazandan sonra da ömrümüzün sonuna qədər əməl etmək var. İndi sizə maraqlı bir şey deyəcəm, diqqətlə qulaq asın. Adam ticarətçidir. Bilir ki, filan işi görsə ticarət sayəsində filan qədər pul qazana bilər. Böyük miqdarda pul qazana bilər. Bunun üçün nə edir? O işi görmək üçün günlərlə hazırlıq görür. Hesabat aparır. İşçilərə göstəriş verir. Aidiyyəti olan qurumlarla görüşlər keçirir. Şərikləri varsa şərikləri bir yerə yığır. Və s. Əlindən gələni edir, özü də saatlarla, günlərlə, bəlkə aylarla balaca bir dünya malını qazanmaq üçün. Dünya mənfəəti, az bir dünya mənfəətini qazanmaq üçün. Yaxud adam idmansıdır. Bilir ki, çoxlu məşq eləsə, dünya çempionu, Avropa çempionu, olimpiya çempionu ola bilər. Bunun üçün nə edir? Hər gün saatlarla məşq edir. Məşqçi ilə mütəmadi olaraq məsləhətləşir. Başqa idmançılardan öz sahəsində nəsihətlər alır. Öz sahəsinə aid idmanla bağlı turnirlər və s. baxır. Hər gün ki görsün, neynəsə bu da onlar kimi qələbə çala bilər. Məqsəd, axırda bir dünya mənfəəti əldə eləsin. Qramat alsın, medal alsın, pul alsın. Və yaxud adam tələbədir. Bilir ki, yaxşı oxusa, qızıl medalla qutarsa məktəbi, qırmızı diplomla universiteti, sonra magistratura, sonra doktorantura, karyera quracaq özünə. Yaxşı vəzifəyə gedəcək. Ömrünün sonuna qədər yaxşı pul qazanacaq. Bunun üçün nə edir? 11 il məktəb, özdə hər gün yaxşı oxumaq lazımdır. Saatlarla oxuyur. 5 il universitet, 3 il magistratura, 5 il təzdən doktorantura, 24 il bu adam gecə gündüz oxuyur ki, axırda nə yesin? Bir kresloya otursun. Pul gəlsin ona. Tərifləsinlər onu. Bu alimdir, professordur, akademikdir, nazirdir, nə bilim, nədir? Düzdür. Bu da bu yaxşı şeydir. Eybi yox. Dünya da lazımdır insana. Həmçinin adam nazirdir. Bilir ki, bir həftədən sonra dövlət başçısı bütün nazirləri bir yerə yığacaq, hesabat alacaq onlardan ki, nəyə eləmişsiniz? Bir həftə ərzində o bəlkə də 24 saatın 20 saatını hazırlıq görür. Qovluqlarla hesabat, ondan sonra özü üçün bəlkə də kostyum sifariş eləyir, ətir, nə bilim, saç düzümü. Kimin qabağına çıxacaq, kimə hesabat verəcək? Qorxur ki, onu razı salmaq lazımdır.
İndi gərək əsas məsələyə. Aləmlərin Rəbbini razı salmaq üçün bu qədər vaxt biz onun üçün sərf edirikmi? Aləmlərin Rəbbinin bizim üçün hazırladığı cənnət üçün bilirik ya ki, yəqin var da cənnət. Bunu eləsən, bu deyilənlərə əməl eləsən, Quranı oxusan, dua eləsən, namaz qılsan, oruç tutsan, sənə cənnəti nəsib edəcək. Bildiyimizə əməl edirikmi? Allah Subhanahu Quranda gör nə deyir? وَسَارِوا إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ اُعِدَّتْ لِلْمُتَّقِينَ Rəbbinizin rəhmətinə qovuşmaq üçün genişliyi göylər və yerlər qədər olan cənnətə tələsin. Onu qazanmağa tələsin. Onu da Allah Teala kimin üçün hazırlayıb? Ancaq müttəqilər üçün. Kimdə ki, Allah qorxusu yoxdur, əziz müsəlmanlar. O, ancaq bu dünyası üçün yaşayır. Dünya mənfəəti əldə eləmək üçün. İbn-i Qeyyim Rahiməhullahın gözəl bir sözü var. Deyir ki, sən Allah yanında nə cür hörmət sahibi olmağını bilmək istəyirsənsə, bax gör Allah Teala hər gün səni hansı işlərlə məşğul edir. Əgər sən hər gün Quran oxumağa, zikr etməyə, dua etməyə, namazları vaxtında qılmağa, orucun vaxtı gələndə orucu tutmağa, sədəqə vermək lazım gəldi, sədəqə verməyə, insanlara nəsiyyət etmək, kömək etmək, əl tutmaq və s. bu yaxşılıqları eləməyə müvəffəq olursansa, demək Allah səni sevir. Özü səni bu işləri görməyə müvəffəq edir. Yox, əgər Allah'a qəzəbə gətirmisənsə və sən 24 saat boş-boş işlərlə məşğul olursansa, ömrün də boşuna gedirsə, onda hələ gec deyil. Tövbə elə, Allahdan bağışlanma dilə və haqq yola qayıt. Mən də həmçinin hamımız üçün istəyirəm dua edim, ancaq o həmişəki kimi duaları çox uzatmayacam. Bir möhtəşəm dua ilə, əgər Allah onu bizdən qəbul eləsə və onu bizə nəsib eləsə, bu bizə bəs eləyəcək. Bir möhtəşəm duadır. Peyğəmbər sallallahu aleyhi ve sellemin bizə öyrətdiyi dua. Allahümmə enfə'nə bimə alləmtənə və allimnə mə yənfə'unə və zidnə ilmə. Yarhamukallah. Allahım, bizə öyrətdiklərini bizim üçün faydalı et. Bizə faydalı elm öyrət və bizim elmimizi artır. Subhanəkallahumma və bihəmdik. Əşhədu ən la iləhə illə ənd. Əstəğfiruka və atubu ileyk.